Elanlardan da eşitdiyiniz kimi bizimle beraber bugün Ergün Rəşdəzadədir. Göz haqqında danışacağıq. Biz oftalmoloji hər hansı bir probleminiz varsa, təbii ki, nə edirsiniz? Siz bizə bir telefon zəng edər yaxınsınız. İstədiyiniz zaman zəng edin. Canlı olaraq sualınızı səsləndirin ki, biz də sizin suallarınıza ətraflı və təfərrüatlı cavablar verə bilək. Və eyni zamanda diqqətinizə çatdırmaq istəyirəm ki, bizim WhatsApp nömrəmiz də açıqdır, aktivdir. İstər səsli, istərsə yazılı mesajlarınızı gözləyirik. Və Ergün bəy, necəsiz? Xoş gəlmisiniz. Teşekkürler, yaxşıyam. Ümid edirəm ki, siz də yaxşısınız və bütün radyo dinləyicilərin ümid edirəm ki, əhval-ruhiyyəsi yaxşıdır. Çünki bu 2020-ci il bir vaxtlar biz filmlərdə görürdük, nəysə fantastik filmlərdə 2020-ci il artıq biz bu günü yaşayırıq, bu ili yaşayırıq. Ümid edirəm ki, bu il bütün xalqımıza və ölkəmizə düşərli olacaq və əslində bu ilin bir qədər oftalmologiya ilə də əlaqəsi var. Məsələn, ondadır ki, 100% görmə biz deyirik, 100% görmə və beynəlxalq görmə cədvəlində 20 bölünmüş 20-yə, yəni 20-20 görmə deyirlər. Bu 100% görmə deməkdir. Bəli. Ümid edirəm ki, bu 2020-ci ildə bizim bütün vətəndaşlarımızın, bütün həmvətənlərimizin görməsi yalnız 100% olacaq. Amin deyək, təşəkkür edirəm gözəl sözləriniz üçün. Hörmətli 105 FM dinləyiciləri, biz mövzumuza keçid alacaq. Göz yaşartmalarından danışacağıq. Niyə görə axırlar və ümumiyyətlə müalicəsi varmı? Necə müayinə edib müalicə etmək lazımdır? Onlardan danışacağıq. Biz göz yaşı axması deyəndə səbəblərini araşdırırıq bəzi hallarda. Bəzən görürük ki, hava soyuq olanda, misal üçün, insanın gözündən yaş axmağa başlayır və yaxud da çox isti olanda qıcıqlanma yaranır və onun təsirindən yaş axmağa başlayır. Bəzən də eşidirik ki, məndə durmadan sel kimi yaş axmalar deyilən bir mövhum nəzərə çarpılır hər zaman. İstəyirəm hər birinə aydınlıq gətirəsiniz. İlk öncə biz gərək göz yaşının nə olduğunu anlayaq. Çünki göz yaşı sadə su deyil. Göz yaşı duzlu su da deyil. Baxmayaraq ki, dilimizə gözümüzün yaşı dəydikdə biz onun duzlu olduğunu hiss edirik. Əslində çox mürəkkəb tərkibə malikdir və təkcə bizim göz yaşı vəzi tərəfindən ifraz olmur. Həmçinin gözümüzün silikli qışasının bütün səthində yerləşən xırda hüceyrələr tərəfindən ifraz olan kompleks bir mayedir. Bunun içərisində əlbəttə ki, əksəriyyətin su təşkil edir, amma bunun içində çox vacib olan lipidlər, yəni ki, yağlı maddələr və zülallar və həmçinin duzlu minerallar var. Bunların hamısı vəhdətdə bizim göz yaşımızın göz yaşı təbəqəsi deyilən bir təbəqəni yaradır. Həmin təbəqə göz yaşından formalaşır və bizim gözümüzün səthini qurumaqdan qoruyur. Məsələn, ondadır ki, göz özü özlüyündə daxili üzv hesab oluna bilər. Və gözün çox toxumaları embriogenezdə, yəni ana bətnində uşaq formalaşanda bizim daxili orqanların formalaşdığı hüceyrələrdən doğrulur. Oradan qaynaqlanır. Və baxmayaraq ki, daxili üzv kimi hesab oluna bilər. O daima xariclə təmasdadır. Ona görə də onun səthi daima nəmlənməlidir və nəm qalmalıdır. Və burada göz yaşının ifrazı iki problemlə əlaqəli ola bilər. Biri fizioloji vəziyyəti ola bilər, yəni ki, norma hesab oluna bilər göz yaşının axması. Bəzi hallarda isə artıq xəstəlik kimi qəbul olunmalıdır və bunların ikisinin arasında həmişə fərq qoymaq lazımdır. Dediyimiz kimi, göz əgər ətraf mühitlə təmasdadırsa, demək ətraf mühitin şəraitinin dəyişməsi həmin o gözdə gedən hər hansı bir proseslərin də cavab reaksiyasına belə deyək də gətirib çıxarda bilər. Tam ki, siz dediniz küləkli havada və ya həddindən artıq çox isti havada gözün yaşının axması. Bəli. Bu əslində normal bir şeydir. Çünki ətraf mühitin şəraiti dəyişir. Həddindən artıq küləkli hava və ya günəşli hava gözün səthindəki o göz yaşı təbəqəsinin daha tez buxarlanmasına gətirib çıxardır. Və əlbət ki, göz toxumaları buna cavab reaksiyası olaraq o həmin çatışmayan göz yaşı təbəqəsinin çatışmamazlığını belə deyək də düzəltmək istəyir. Yerinə qoymaq istəyir və onun üçün də həddindən artıq çox göz yaşı ifraz edir. Və həmin məqamda artıq əgər biz
həmin o ətraf mühitin təsir amilini aradan qaldırsaq, tamam ki, adi günəş eynəyidir, Bəli. qıraqları bağlı. Onu geyinsək gözümüzə, cəmi bir neçə dəqiqədən sonra həmin o göz yaşı axması aradan qalxacaq. Yəni, bu hal artıq hər hansı bir müalicə tələb etmir. Sadəcə, ətraf mühitin təsir amilini aradan qaldırmağı tələb edir. Amma ayrı bir hal deyək ki, xəstədir, bütün günü gün ərzində gözdən su axır. Baxmayaraq ki, ətraf mühitin şəraiti dəyişir. Yəni, bayra çıxdı, çıxmadı, fərq etmir. Evdə oturub gözdən su axır, bayra çıxdı, gözdən su axır. Bu hallarda artıq patologiya hesab oluna bilər. Çünki normal deyil. Bəzi hallarda isə xəstələr gözdə dolğunluq hissini göz yaşı axma ilə səhv salır. Yəni, əgər biz xatırlasaq, bizim gözümüzdə, məsələn, ağlayan dam olsun və ya gözümüz sulanan dam olsun, görüntü bir cür bulanmış kimi olur. Bəli. Bax, həmin o bulanmış görüntünü bəzən xəstələrimiz yanlışən gözdən su axma kimi hesab edirlər. Çünki görürsünüz, xəstə müraciət edir, deyir, gözümdən su axır. Əyləşdirirəm, söhbət edirəm və eyni zamanda söhbət zamanı mən müşahidə edirəm xəstəni. Görün, bu insanın gözündən yaş axırmı biz söhbət elədiyimiz dövrdə? Görürəm ki, bir damla belə gözdən su axmadı. Halbuki xəstənin əlində dəsmal var və dəsmal daima gözünün bir tilinə ya gözün iç küncünə vurur. Amma dəsmal qupqurudur. Dəsmalda yaş yoxdur. Sadəcə xəstəni gözündə olan, görüntüdə olan bulantı səhvən məcbur edir elə düşünsün ki, çünki bir stereotip düşüncə var və gözümün görüntüsü əgər bulanırsa, demək gözümə su yığılır, su axır. Və o insanlar daima dəsmalla gəzirlər, amma əslində dəsmal qupqurudur. Və onlara deyəndə ki, sizin gözünüzdən yaş axmır, ilk öncə əlbəttə ki, bunlar bunu bir cür qəribə qarşılırlar. Necə axır mənim görüntüm? Sonra anladırsan ki, sizin gözünüzdə bulantı var görmədə. Gözünüzdən yaş axmır. Göz bulantısı, görmə bulantısı görmə nədir? bulantısı. Yəni gözün görməsinin, işığın gözə daxil olmasını əngəlləyən bir faktor var. Çox vaxtı bu mirvari suyu ilə əlaqəlidir və çox vaxtı yaşlı insanlarda bu baş verir. Görürsünüz ki, çox vaxtı mirvari suyu olan yaşlı insanlar məhz bu şikayətlə müraciət edirlər. Gözümdən su axır. Və təxminən hardasa mən sizə deyim, 30-40% yalnız göz yaşı problemləri ilə əlaqəli ola bilər ki, müraciət eləsin. Qalan hallarda biz görmə itiliyinin zəifləməsi və gözdə mirvari suyunun mövcud olması ilə rastlaşırıq. Bir halda var ki, nə vaxt gözdən su axma ilə biz rastlaşırıq, bu gözdə ət və ya gözdə xroniki iltihabi proseslər olduqdadır. Görürsünüz ki, gözdə biz pterygium dediyimiz ət var, gözün burun tərəfindən, gözün bəbəyinə doğru inkişaf edən və bu proses pterygium adlanır və bu prosesin kökündə xroniki iltihabi, selülik qışanın iltihabi prosesi durur və bu hallarda belə xəstələr artıq su axma ilə, doğrudan da ifrat su axma ilə müraciət edir. Nədən? Çünki hər bir iltihabi prosesdə biz demişik, 3 dənə faktor var, rubor, tumor, dolor və o dediyimiz tumor, ödem, həmin toxumaların ödemi və selülik qışa, düz gözün üzərində yerləşən qışa və nazik qışa olduğuna görə onun ödemliyi həmçinin o ödemin, yəni o mayenin, ifraz olmuş mayenin xaric olunması ilə də müşahidə olunur və gözün sulanması baş verir. Hər vaxtınız xeyir, kiminlə danışırıq? Buyurun, özünüzü təqdim edin. Gözünüz, bir sözü soruşum, burnunuzda tutulmalar olur mu? Gecə yatanda. Aydındır. Teşekkür ederiz tamam. sualınıza göre. Radyo vasıtasıyla dinleyin. Birincisi gözdə qaşınma. Gözdə qaşınmanın bir neçə səbəbi ola bilər. Birincisi alergik reaksiya ola bilər. Əgər alergik reaksiyadırsa, adətən biz bunu hər iki gözdə müşahidə etməliyik, tek bir gözdə yox. İkinci məqam, burun tutulmalarında əgər burnun hansısa bir tərəfi tutulursa, həmin o tutulan tərəfdən gözdə qaşınma baş verirsə, bu durğunluqla əlaqəlidir. Məsələn, ondadır ki, yatdığımız dövrdə də gözümüzdə yaş ifrazı olur və həmin yaş xaric olmalıdır və xaric olmaq üçün o gözün yaşını aparıcı
xəttlərdən istifadə edərək gedir gözdən buruna doğru. Və əgər burunda tutulma varsa, həmin maye yaxa bilmir. Həmin maye qalır və biz dediyimiz kimi mayenin tərkibi çox mürəkkəbdir. Və həmin maye göz yaşı maddəsinin tərkibində olan maddələr əgər toparlanırsa, ən çox da bu qaşınmalar gözün bulaq nahiyəsində, yəni buruna doğru nahiyəsində baş verir. O zaman onunla əlaqəli ola bilər, yəni o problemi həll etmək lazımdır, burun tutulmalarının problemi. Üçüncü məqam isə hansı ola bilər ki, göz qaşınmasının səbəbi olsun və bu daha çox göz qapaqlarının qaşınması ilə müşahidə olunur. Bu gözə gənə düşəndədir. Göz kipriklərinin, qapaqlarının kipriklərinin kökündə yaşayan bir gənə var, demodex adlanan. Buna yoluxmaq çox asandır. Çox geniş yayılmış bir saprofit parazitdir. Əgər bu varsa, bu da qaşınmaya səbəb olur və adətən belə qaşınma göz qapaqlarının kənarlarında, yəni dediyimiz kimi kiprikli kənarında olur. Buna görə qaşınmanın lokalizasiyası, yəni harada yerləşdiyini xəstə özü-özündə müşahidə etsə, hansı problemlə üzləşdiyini daha yaxşı bilə bilər. Əgər istəsə, müraciət edə bilər bizə İstanbul Ernest Klinikasında. Biz onu müayinədən keçirdərik və probleminə əlac tapmağa çalışarıq. Qalan halda isə mənim məsləhətim belə xəstələrə səhər-səhər oyananda uşaqlar üçün olan sabunlar var, körpələr üçün olan sabunlar var. Hansılar ki, gözü yandırır, onların pH-ları, yəni turşuluğu bizim bədənimizdəki toxumalara uyğun olan turşuluqdur. Və həmin sabunla səhər tezdən oyananda gözlərini sabunlamaq, yəni gözü yumulu şəkildə göz kiprikli kənarını həmin sabunla yaxşı bir şəkildə, yəni intensiv şəkildə sabunlamaq və gözü yumaq müəyyən dərəcədə o problemin aradan qalxmasına kömək edə bilər. Əgər kömək etməsə, o zaman müraciət etməsini tövsiyə edərəm ki, gəlsin, baxaq, yəni dediyim kimi demodexə görə müayinə edərik. Əgər varsa, biz onun qarşısını alarıq. Göz yaşı axmaları, səbəbləri və müalicəsi. Məncə sualı artıq özünüz başa düşdünüz. Biz bəli, sualı artıq başa düşdük. Məsələ ondadır ki, öncədən biz danışdıq, yəni göz yaşının tərkibi və hansı hallarda yanlışın bu göz yaşı axması kimi qəbul olunan hallar olur. İndi isə danışaq o hallardan ki, nə vaxt göz yaşı axması doğrudan da mövcuddur və mövcud olmasının səbəbi nədir? İlk öncə nəzərdən keçirdək o halları ki, nə vaxt göz yaşının ifrazı normaldır, yəni ifrat şəkildə göz yaşı ifraz olunur, amma göz yaşının gözdən xaric olması problemi var. Dediyimiz kimi, göz yaşı xaric edən kanal var, göz yaşı kanalı adlanır və həmin kanal üst və alt göz qapaqlarının bulaq nahiyəsində yerləşən iki nöqtədir. Həmin nöqtələr dəlik şəklində bir-birinə doğru açılır və oradan onlar yığılır gözün bulaq nahiyəsinə. Gözün bulaq nahiyəsindən burunla birləşən yerdə göz yaşı kisəsi yerləşir. Həmin göz yaşı kisəsi bir cür, belə deyək də, bir göl kimi qəbul edir onu. Həmin iki göz yaşı nöqtəsindən daxil olan göz yaşı dolur həmin o göz yaşı kisəsinə. Və göz yaşı kisəsindən maye əlavə bir kanalla gedir buruna doğru və burunun selili qışasına doğru açılır. Bəzən gözə dərman tökdükdə xəstələr boğazlarında dərmanın acılığını hiss edirlər və narahat olurlar ki, bu nədən belədir? Əslində dediyim kimi, həmin o göz yaşı ilə bir yerdə dərmanın bir qismi daxil olur burun selili qışasına və burunun selili qışasından boğaza doğru hərəkət edir və orada artıq dad hissiyatına malik olan hüceyrələr olduğuna görə həmin o dərmanın acılığını hiss etmək olur. Və əgər bu sistemin, belə deyək də, bu göz yaşı aparan sistemin hər hansı bir qismində problem varsa, aydın məsələdir ki, göz yaşı axarının müəyyən əngəl olacaq və göz yaşının bir qismi qalacaq gözdə. Bu da göz yaşının dolğunluğu və sonra da göz yaşının artıq buruna yox,
xaricə axmasına səbəb olur. Belə hallar nə vaxt ola bilər? Birincisi, ən sadəsi burun tutulmaları. Nə vaxt ki, burunun selülik qışası şişir, nəfəs almaq çətinliyi olur və həmin an, həmin o göz yaşı kanalının çıxışı tıxanır və göz yaşı axa bilmir. Bu birinci səbəb. İkinci səbəb, göz yaşı kanalının içərisində olan hər hansı bir əngəl. Yəni ki, bunu kobud şəkildə belə desək, göz yaşı kanalını bir cür evdəki trap sisteminə bənzədir. Və daima trapa o maye axır, onun içərisindəki hər hansı bir xarici maddələr varsa, onlar toparlanıb sizin trap tıxana bilər və maye axarı pozula bilər, düzdür? Həmin hal baş verə bilir, eyni göz yaşı axarında həmin axar tıxanır, göz yaşının tərkibində olan zülal, yağlı maddələr və hər hansı bir toz parçaları, onlar hamısı toparlanaraq göz yaşı kanalını bağlaya bilər. Elə bir halda göz yaşının axarı pozulur və sonraki dövrdə durğunluq yarandığına görə daha ciddi bir problemə çevrilir. Bu ciddi problem göz yaşı kisəsi adlandırdığımız həmin o kisənin içərisində yığılan maye başlayır ifunətlənməyə. Yəni ki, hər bililikdə duraq su infeksiya, yəni mikroba bir şərait yaradır. Nə cür ki, axar çayın suyu heç vaxt iyilənməz, amma bataqlıq həmişə iyilənir. Çünki dediyimiz kimi, axar suda heç vaxt mikrobun inkişafına şərait olmur. Amma bax, o durğunluq həmin o göz yaşı kisəsinin içərisində olan maddənin, mayenin göz yaşının ifunətlənməsinə gətirib çıxardır və elə bir xəstədə burun nahiyəsindən, göz tərəfdən burun nahiyəsindən dərinin altında bir şişkinlik yaranır. Həmin şişkinlik şişir, qızarır, başlayır ağrımağa. Bu artıq dakrosistit adlanan bir vəziyyətdir. Və bu vəziyyət artıq göz yaşının axarının da qarşısını alır, həm də ciddi bir problem yaradır. Çünki bunun içərisi infeksiyadır, mikrobdur. Həmin infeksiyanı əlbəttə ki, antibiotiklərlə falan müalicə etmək olur, amma göz yaşı kisəsinin içərisində qalan o mikrobların qalıqları və iltihabi proseslərin gedişatı gətirib ona çıxardır ki, artıq göz yaşı kanalı yararsız bir vəziyyətə gəlib çıxır. Və elə xəstələrdə artıq əməliyyat etməyə ehtiyac olur. Bəli. Məsələn, biz əməliyyatdan danışacağıq, amma telefon zəngimiz var, görək nə istəyirlər. Hər vaxtınız xeyir, kiminlə danışırıq? Yəni, mənim fikrimcə biz burada o bayaq danışdığımız bir vəziyyətlə üzləşirik. Nə vaxt ki, xəstə səhvən gözdə görmənin bulanmasını göz yaşı belə deyək də, axması ilə və ya gözdə dolğunluqla səhv salır. Nəzərə alsaq ki, şəkər xəstəsidir, bu artıq risk faktorudur həm şəkərin gözlü bir fəsadına, hansı ki, görmənin bulanmasına gətirib çıxarda bilər diabetik retinopatiya. Həmçinin yaşlı insan olduğu və şəkər olduğunu nəzərə alsaq, mirvari suyunun vaxtından tez inkişafına, bu da həmçinin müşahidə oluna bilər bu xəstədə. Əgər göz yaşı kanalı tıxanıbsa, əgər gözdən su axırsa, o su mütləq şəkildə bayıra axmalıdır, mütəmadi olaraq. Və belə deyək də, həmin o müqayisəyə gəlib çıxdıqda, əgər sizin trap sisteminiz tıxanıbsa və sizin kranınız daima açıqdırsa və maye axırsa, ola bilməz ki, sizdəki həmin o rakvina daşmasın. Rakvinada su daşmalıdır. Çünki sizin trap sisteminiz tıxanır. Yəni, əgər gözdə daima ifraz olunan göz yaşı varsa və göz yaşı aparan kanal tıxanıbsa, mütləq şəkildə o göz yaşı çölə doğru axmalıdır. Başqa variant çünki yox. Və əgər bu müşahidə olunmursa, mənim fikrimcə, mən dediyim kimi, biz həmin o yanlış göz yaşı problemi kimi qəbul olunan halla üzləşmişik. Və bunun da həllində biz Sənəm xanıma, yəni anasına kömək etmək üçün hazırıq. Bəzən gözüm dolur və göz suyu ki var, yaşı, o sanki acıdır.
Çünki gözümdə artıq yanma göynəmə hissi hissi ilə. əmələ gəlir. Bu nə ilə əlaqəli ola bilər? Bayaq biz danışdığımız göz yaşının tərkib məsələsinə toxunuruq burada. Məsələ ondadır ki, dediyimiz kimi göz yaşı mürəkkəb tərkibə malikdir və həmin tərkibin bir vəhdəti var. Əgər o vəhdət pozulursa, yəni orada olan maddələrə ehtiyac olan konsentrasiyalar pozulursa, məsələn, lipidlər çatışmır və ya proteinlər yetəri qədər deyil, yəni zülalı yetəri qədər deyil və ya göz yaşının duzluğu həddindən artıq çoxdur. Bu halda göz yaşının səthində olan göz yaşı təbəqəsi tez açılır, boşalır. Həmin göz yaşı təbəqəsi bizə dediyimiz kimi gözün səthinin nəmləndirilməsi üçün, nəmləndirilməsinin saxlanması üçün vacibdir. Və elə hallarda göz yaşı quruluğu əmələ gəlir. Bu hal tez-tez rast gəlinən haldır. Müasir dövrdə həm ekoloji vəziyyətindən, həm belə deyək də qidanın qeyri-rasional qəbulu, lazım olan bədənə maddələrin, vitaminlərin vaxtında daxil olmaması hamısı gətirib çıxardır bax belə bir hala. Bundan başqa bu adətən olur o insanlardakı kim tez-tez mütaliə edir, kim gözlərini çox uzun müddət nəyəsə zilləyir, hər hansı bir məsələn kitabdır və ya sosial şəbəkələrdə oturur, telefondan həddindən artıq çox istifadə edir və s. Belə hallarda biz göz yaşı tərkibində çatışmayan maddələri belə deyək də yerinə qaytarmalıyıq. Necə qaytarmalı və necə təyin etməliyik ki, hansı maddə çatışmır? Adətən bu maddələrin hansının çatışmamasını bilmək üçün biz gərək mürəkkəb laborator analizlər keçirdik. Hansı ki, həm belə deyək, bahalı bir müayinələrdir, həm də tibdə yox, daha çox elmi strukturlarda aparılan bir müayinələrdir. Çünki burada biokimyəvi analizatorlara ehtiyac var və bu biokimyəvi analizatorlar göz yaşını etmək üçün çox mürəkkəb bir prosesdir. Və bu dərəcədə dərinə getmədən biz sadəcə maddələrin hamısının eyni şəkildə, eyni konsentrasiyada gözə daxil olmasına belə deyək də, yolunu seçirik. Və bunun üçün xüsusi dərmanlar, süni göz yaşı adlanan damcılardan istifadə edirik. Süni göz yaşlarında göz yaşının tərkib maddələrinin lazım olan qədərində yerləşən bir formuludur, maddə formulu. Həmin maddə artıq tam hazır şəkildə gözə damızdırıldıqda gözdə olan o nakam göz yaşını oradan xaric edir və özü onun yerini alır. Və onun yerini aldıqda həmin xəstə, hansı ki gözdən narahatçılıq hiss edir, onu damızdırdıqdan sonra rahatçılıq tapır. Belə hallar əvəz edici terapiya deyilir. Rusça buna zamestительная terapiya deyilir. Yəni ki, bizdə çatışmayan hər hansı bir maddəni və ya hər hansı bir mayyəni əvəzləyirik. Onun süni şəkildə hazırlanmış ilə və o tam şəkildə o xəstənin problemin aradan qalxmasına köməklik edir. Yəni də bu dərmanları müəyyən dövr istifadə etmək lazımdır. Bundan başqa, mən demirəm ki, tam şəkildə, yəni ancaq bu dərmandan, yalnız bu dərmandan istifadə etmək lazımdır və ayrı heç nə etmək olmaz ki, gözün vəziyyətini yaxşılaşdırmaq üçün. Sözsüz olar və bunun üçün də ilk öncə gözə istirahət vermək lazımdır. Yəni, gözü o dediyimiz kimi uzun müddət açıq saxlamaq, nəyəsə zilləmək, əgər olursa sizin işinizlə əlaqəli, o zaman o amili aradan qaldırmaq lazımdır. Bundan başqa, göz masajları, gözün üzərinə isti qoymaq, yəni bu artıq belə deyək də, həddindən artıq çox isti yox, ilıq bir kompreslər, yaşmalar qoymaq. Burada iltihab əleyhinə maddələrdən istifadə etmək olar, hər hansı bir bitkisel maddə də ola bilər, tam ki, çoban yastığı dəmləmələrindən gözün üzərinə yaşmalar qoymaq olar və gözün səthini masaj etmək olar. Yəni, çox yüngül şəkildə o həmin çoban yastığı ilıq şəkildə yaşması qoyulduqdan sonra, o götürüldükdən sonra göz qapaqlarının, yəni biz göz qapaqlarının səthini çox yüngül şəkildə dairəvi hərəkət edərək masaj edirik. Həmin masaj vasitəsilə biz göz qapaqlarında yerləşən meybom vəzləri, hansı ki bizim göz yaşımızın
o pi təbəqəsini ifraz edir. Onları stimullaşdırmış oluruq. Bax, belə bir Metodlardan istifadə edərək xırda üsullardan istifadə edərək müəyyən dərəcədə vəziyyəti yaxşılaşdırmaq olar. Və belə bir dinləyicimiz var, efirə qoşulmadan sual vermək istədi ki, mən gözümdən əməliyyat olmuşam və mənə deyiblər ki, 5 kiloqramdan artıq yük qaldırmaq qadağandır. Bu qadağa hansı müddətə qədər keçərlidir? Baxın, nə əməliyyatından söhbət gedir. Əgər xəstə yaşlı insandırsa və bu insanda mirvari su cərrahiyyəsi yerinə yetirilibsə, adətən ağırlıq qaldırılma əməliyyatdan hardaysa bir ay ərzində bu rejim yəni tutulmalıdır. Ondan sonraki dövrdə yəni normal həyat tərzinə qayıda bilər. Əgər xəstə cavan insandırsa və bu insanda yüksək dərəcəli miyopiya varsa, yəni mənfi dərəcəli zəiflik varsa və bu insan ekzimen lazer əməliyyatı olunub-olunmamasından asılı olmayaraq gözündə mənfi zəifliyi olan insanlar ağırlıqdan çəkinməlidirlər. Nədən? Çünki belə insanlarda torlu qışanın qopması deyilən riskli bir fəsad var. Torlu qışanın qopması miyopik xəstələrə xas olan bir fəsaddır və bu fəsadın əmələ gəlməsinin iki əsas səbəbi var. Birincisi ağırlıq qaldırmaqdır, ikincisi zərbə almaqdır. Həddindən artıq zərif torlu qışasına malik olduqlarına görə torlu qışanın cırılmaları baş verir belə insanlarda və o cırılmanın səbəbi mexaniki təsirdir. Ona görə belə insanlar genəldə o həmin rejimi, amma ömür boyu onlar o rejimi müşahidə etməlidirlər. Əgər belə insanlar göz dibilərini bərkidirlərsə, xüsusi bir prosedur var, lazer koagulyasiya adlanan. Əgər onu vaxtında edirlərsə, o zaman həmin o ağırlığa belə deyək də, o qarantiyalı ağırlıq mən onu adlandırıram. Yəni, həmin ağırlığı qaldırdıqda qəti şəkildə hər hansı bir risk ola bilməz. Yəni, 10 kiloya qədər o rəqəm qaldırıla bilər. Çünki torlu qışanın bərkidilməsi müəyyən dərəcədə həmin o torlu qışanın qopmasının qarşısını ala bilir. Amma əks halda, yəni dediyim kimi, 5-6 kiloqrama qədər onlara tam risksiz bir yük kimi götürülür. Bəzən, bilirsiniz, olur insanlar ki, hansılar mənfi zəifliyi ola-ola ağır atletika ilə belə məşğuldurlar, yəni ağırlıqlar qaldırırlar. Mən həmişə deyirəm, yəni bu və onlar sual verirlər ki, bax, mən məsələn, uzun müddətdə məşğul oluram bu ağırlıq qaldırmaqla da, mənim bir şey olmayıb ki, nə olasıdır ki, bundan sonra. Mən həmişə deyirəm, miyopik xəstələrdə Damokl xəncəri deyilən bir şey var. Daima başın üstündə asılan bir xəncərdir ki, heç kəs bilmir ki, bəli, heç kəs bilmir ki, o hansı bir məqamda düşəcək və hansı bir fiziksel vəziyyətin anında o baş verir, onu öncədən demək olmur. Ona görə o risk faktorunu azaltmaq əsas məqsəddir. Ona görə əgər sizə həkim o tövsiyəni verirsə, yəni həkim üçün fərqi yoxdur, siz ağırlıq qaldıracaqsınız ya yox. Onun əsas məqsədi sizin problemlə üzləşməmənizdir. Yəni, profilaktikasıdır vəziyyətin. Çünki siz torlu qışanın qopması baş verəndən sonra həkimə müraciət edəndə həm həkimin baş ağrıyır, həm sizin. Həkim istəyir ki, sizin probleminiz olmasın. Yəni, siz fəsadla üzləşməyəsiniz. O nöqteyi nəzərdən bu tövsiyə verilir. Ona görə də bu tövsiyə qulaq asıb asmamaq xəstənin öz işidir. Təbii ki, mən bu tövsiyəyə qulaq asmaq məcburiyyətindəyəm. Sizin bu dediyiniz sözlər məni az da olsa sevindirir. Niyə görə? İndi hər kəs məni başqa cür qarşılayıb ki, bu nə danışır sevinir. Mənim ətrafımda olan dostlarım təkidlə məni bu 2020-ci ilin yanvar ayından etibarən məcbur edirlər ki, artıq kilomdan xilas olmaq üçün idmanla məşğul olum və ağır idman növləri ilə məşğul olum. Mən də belə dedi, o bizdə söz var, üzüm gəlmədi imtina eləməyə, razılaşmışdım. Amma indi yəqin ki, məni eşidirlər. Gördüyünüz kimi, həkimim icazə vermir. Yəni, məndə də miyopiya xəstəliyi var, mən də mənfi göz görməsindən əziyyət çəkən insanam. Telefon xəttimizdə növbəti dinləyicimiz var, görək nə istəyir. Hər vaxtınız xeyir, kiminlə danışırıq? Aydındır, təşəkkür edirik sualınıza görə. Əslində, yəni emosional insan olmaq bir tərəfdən yaxşıdır və bir tərəfdən də pisdir, doktor, yəni hər bir tərəfdən də pisdir, amma müsbət emosiyalara daha çox belə deyək də üstünlük verən emosional insan üçün əslində yaxşıdır. Çünki belə insanlarda
endorfin deyilən qarmon var. O qarmonun ifrazı daha çox olur. Onlar belə deyək də, həmin qarmonun vasitəsilə o müəyyən dərəcədə bədəni belə deyək, sağaldan qarmon da hesab edilir və onlarda onun konsentrasiyası çox olur. Əslində bu yaxşı bir şeydir emosional insan olmaq. O birisi tərəfdən göz yaşının qəti şəkildə ziyanı yoxdur. Çünki göz yaşı bizim gözümüzün səthini yuyan maddədir bir. İkincisi, göz yaşı bizim göz səthimizin nəmləndirici maddədir. Və əlbəttə ki, o göz yaşının artıq olması, yəni tutalım ki, ağladınız və s. o sizə ziyan verəsi deyil. Sadəcə hər bir şey ifrat dərəcədə olduqda, yəni çox olduqda ziyan verir. Yəni hörmətli şairimizin dediyi, yəni su da artıq içildikdə zəhərə çevrilir. O nöqteyi nəzərdən, yəni göz yaşı da həddindən artıq çox, əgər tutalım ki, siz bunu ayda bir dəfə, 2 dəfə, 3 dəfə siz belə ağladınız, bu sizə heç bir şəkildə ziyan verməyəcək. Amma əgər dayanmadan hər gün siz ağlayırsınız və s. və ya özünüzü qəhərləndirirsiniz, tutalım ki, xatirələrə dalırsınız, hər hansı bir toy kasetlərinə baxır və s. Yəni bu hallarda əlbəttə ki, çalışmaq lazımdır, bunu ifrat dərəcədə etməmək. Çünki ziyan vericidir və həmin o ziyan təsiri ondan ibarətdir ki, göz yaşı vəzi tükənir. Çünki o göz yaşı vəzi daima o göz yaşını ifraz etmək məcburiyyətindədir və maddələr tükənir və göz yaşı keyfiyyəti aşağı düşür. O zaman əlbəttə ki, gözün səthində qurumalar, gözdə qızartılar və s. kimi problemlərlə üzləşə bilirsiniz. Və ən əsası Gülara bəy, mən məsləhət edərdim ki, hər hansı bir yaxınlığında olan psixoloqla bir söhbət etsin. Çünki sizin özünüzdə aşkarladığınız bu kimi hal emosional gərginlikdən dolayı baş verə bilir. Ya siz istər sevinərək ağlayırsınız, ya kədərlənərək ağlayırsınız. Hər iki halda emosiyalarınız gərilib və emosional hissiyatınıza tam olaraq hakim çıxa bilmirsiniz. Bunu aradan qaldırmaq üçün psixoloqa mütləq şəkildə müraciət edin. Biz az əvvəl bir mövzuya toxunacaqdıq. Belə yarı qaydım və növbəti zənglər onu davam etdirməyə icazə vermədi. Göz yaşı kanallarının cərrahiyyəsindən danışacağıq. Bəli. Göz yaşı kanallarının cərrahiyyəsi adətən dediyimiz o daktrocistit vəziyyəti baş verdikdə, nə vaxt ki, artıq göz yaşı kisəsi iltihablaşır, orada irin başlayır axmağa. Biz orada mütləq şəkildə antibiotik terapiyası edir və ondan sonraki dövrdə bilərəkdən ki, göz yaşı kanalı burada bərpa olması qeyri-mümkündür. Orada aparırıq bu cərrahi əməliyyatları və həmçinin o hallardakı nə vaxt terapevtik müalicə göz yaşı kanalının axarının bərpasına kömək etmir. Yəni daktrocistit olmamış bir xəstədə elə hallarda olur. Və bu hallarda cərrahi əməliyyat yerinə yetirilir, məxsusi bir kanal açılır, həmin kanal buruna doğru açılır. Cərrahi əməliyyat 2 yolla aparıla bilir. Bugün üçün bu kəsiklə aparılan yoldur, yəni burunla gözün birləşdiyi nöqtədə bir kəsik qoyulur, təxminən hardasa 4-5 sm ölçüdə və həmin nahiyədən göz yaşı kisəsi təmizlənir. Orada yeni bir boru yerləşdirilir, həmin boru buruna açılır. İkinci hal əməliyyatın endoskopik aparılmasıdır, yəni ki, orada kəsik olunur və cərrahi müdaxilə burun boşluğundan geriyə doğru, yəni gözə doğru əməliyyat olunur. Burada kəsik olmadığına görə hər hansı bir kosmetik defekt olunur və o nöqteyi nəzərdən də hər iki cərrahi əməliyyatı bizdə yerinə yetirilir. Birinci cərrahi əməliyyatda sırf göz həkimi iştirak edir, ikinci əməliyyatda isə bu kombinə olunmuş cərrahiyyədir. Burada həm burun həkimi, yəni burun cərrahı, həm də ki göz cərrahı da birlikdə işləyirlər. Və onu da deyim ki, 6 ay ərzində həmin o silikon boru yerləşdirilir orada. Həmin silikon boru orada qalır və 6 aydan sonra o silikon boru oradan xaric olunur və silikon borunun üzərində həmin o 6 ay ərzində yeni bir kanal əmələ gəlir. Həmin o yeni kanal artıq göz yaşının gözdən buruna doğru xaric olmasına kömək etmiş olur. Yəni bu əlbəttə ki, radikal müalicə üsuludur, amma bəzi hallarda qaçılmaz bir haldır.
Və onu da deyim ki, bizdə biz heç vaxt ilkin olaraq cərrahiyyəyə qaçmırıq. Həmişə çalışırıq müalicə edək, terapiya edək.